Bu dəfə yolum hər addımı bir ayrı cür gözəl olan Balakən rayonundadır. Azərbaycanın şimal-qərbdən Avropaya açılmış qapısı hesab olunan Balakənimizə xoş gəldin. Mən atı sana verərəm, sən də velosipedə mənə verərsən. 2200 metr yüksəklikdə yerləşən Messergor yaylağındayıq. Baxdıqca doya bilmədiyim bir gözəlliyi var burada. Mən Ümid Süleymanov. Mənim macəramda Azərbaycanın müxtəlif güşələrinə səyahət edərək ölkəmizin füsunkar təbiətini sizinlə birlikdə kəşf edirəm. Bu dəfə yolum Azərbaycanın şimal-qərb bölgəsində, Böyük Qafqaz Sıra dağlarının cənub yamacında unikal təbiət möcüzələri ilə bol olan, hər addımı bir ayrı cür gözəl olan Balakən rayonundadır. Bu dəfə də yola velosipedlə başlayacağım, daha sonra isə atla yoluma davam edəcəm və nəhayət sonda Balakən meşələrində macəra axtarışında olacağım. Hal-hazırda Balakənin Katex kəndindəyik və burada kəndin ziyalısı, eyni zamanda bu bölgənin yaylaqlarını, kəndini yaxşı bələd olan Seyfullah müəllimlə görüşəcəm. Və görüşümüzün əsas məqsədi o mənə at verəcək, mən də velosipedimi ona verəcəm və buradan Messergor yaylağına doğru macəra axtarışına başlayacağım. İndi isə planlaşdırdığımız məkana doğru davam edək. Xoş gördük. Ay, salam əleykum. Salam əleykum. Ümid qardaş, xoş gəldiniz. Çox sağ olun. Azərbaycanın şimal-qərbdən Avropaya açılmış qapısı hesab olunan Balakənimizə xoş gəldin. Təşəkkür edirəm. Balakənimizin ən gözəl, abad, mədəni kəndlərindən olan Katex kəndinə xoş gəldin. Çox sağ olun. Çox sevindik, xoş buyurdunuz. gördük. Bura Katex kəndinin yaylaqlarla sərhəddidir, yuxarı hissəsidir. Buradan o yana ancaq at cığırı var. Sən daha velosipedlə gedəməzsən, mütləq gərək atla gedəsən. Biz burada atla velosipedi təhvil təslim edəcəyik. İnşallah. Belə eləyərik də, mən atı sana verərəm, sən də velosipedə mənə verərsən, mən də biraz velosiped sürərəm. Əla. Velosiped də sağlamlıqda, at kimi. Bəli. Deməli, bu at yolu cığırı tanıyır. Əla. Üstündə oturursan, yavaş-yavaş gedirsən. Amma biraz ehtiyatlı olmaq gərəkdir. Çünki payız mövsümündə meşələrimizdə ayılar olur. Ayı çox olur, vəhşi heyvanlar. Amma belədir ki, buradakı ayılar bir elə aqressiv deyil, yəni adama hücum eləmir. Sadəcə görsən ki, ayı var, gözlə o yoluna davam eləsin, sonra get. At yolu tanıyır, düz oracan gedəcək. Ola bilər yolda dağ keçiləri, maral, cüyür qarşına çıxsın. Yəni bu da təbiətin gözəlliyidir. Həmin o Messergor, bizdə yerli dillə Mesether deyirlər. Həmin o yaylaq 2200 dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşir və ondan sonra da əlavə yaylaqlar var. Döcübel, Maura, Qazavalla, Roçigel. Bunlar daha hündürdədir. Hardasa 2800 metrə qədər hündürlükləri var. Çox gözəl, baxımlı yerlərdir və o həmin yaylaqlar qədimdən insanların yaşayış məskəni olub. Qədim daş alaçıqlar, belə yəni qalıqları qalmaqdadır. Orada yaşayış məskəni. Bəli. Yay mövsümündə də orada demək olar ki, insanlar təsərrüfatla məşğul olurlar. Orada əgər qalmaq istəsən, yəqin ki, binələr olacaq. Yəqin ki, orada çayı, yəni suyu, çay qazanı, hər şey olur. Qalıb orada istirahət eləyə bilərsən, gecəni qala bilərsən, tam təhlükəsiz qalmaq olar. Amma yerlərimiz çox gözəldir, bulaqları var.
meşələrində yemişanı, itburnusu, şabalıdı, qozu, fındığı elə gedəndə yolun kənarında görəcəksən. Yəni buradan ora gedən adam ac qalmaz. Ay Allah, elə biz də qida axtarışlarımızı, su axtarışlarımızı elə orada da həll edərik. Daha İnşallah. sonra macəramıza daha yüksək pozitiv enerji ilə davam edərik. Uğurlar sizə, yaxşı yol Çox sağ olun. arzulayırıq. İnşallah ki, biz Müvəffəqiyyətlər çalışacağıq. arzulayırıq. Təşəkkür edirəm həm isti münasibətə görə, təşkilatçılığa görə də. İnşallah ki, biz gedib o gözəllikləri çəkək, dünyaya çatdıraq. Lap Daha gözəl. sonra isə geri qayıdıb Mən də atı belə çevirim, sən də min. Çox rahat atdı. Əla. Adı nədir atın? Adı Kolə. Həmişə hündür tərəfdən ata minirlər. Aha. Aha, bax bu tərəfdən ayağının birini qoyursan üzəngiyə. Aha. Və ağırlığını çox salma. Elə bil ki, talçök elə qalx üstünə. Yox, ha. Sən əməlli başlı çaparsanmış ki. Başlaya bilərik biz. Başlaya bilərik yolçuluğa. İyi yolçuluqlar, sağ salamat. Sağ olun, görüşərik inşallah. İnşallah, inşallah. Hələlik. Yaxşı yollar, yaxşı yollar. Sağ ol. Qolə, yaxşı yol. Bizim qonağımızı sağ salamat aparıb mənzil başına çatdır. Oldu, uğurlar. Sağ olun. Sağ ol, sağ ol. Sür qabağa, gedəcəkdir. Hə. 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 Biraz fasilə eləyək. Atla bir nəfəs alsın. Daha sonra yolumuza davam edərik. Bu arada mən istəyirəm sizə bu yerləri göstərim. Qabanlar buraları eşirlər. Ağacın kökünü yeyirlər. Baxın, buranı eşəliyib, bax bu. Çara bilmədik. Yax, çıxmır. Soğan kimidir. Dibi belə babilə soğan oxşayır. Bunları qaban yeyir. Biraz fasiləyə başlayaq yolumuza davam eləməyə. Artısa bir saatlıq yolumuz qalır. Yaxşı. Balakən rayonunun Katex kəndində dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Messergor yaylağındayıq. Maşallah, at bütün yolları gözəl bilirdi. Bizi gətirdi, çatdırdı Messergor yaylağına. Əslində buranın adı
avar dilində qızıl deməkdir. Və burada qarşıda göl var, Meserqor gölü. Rəvayətə görə Gürcü çarlıçası Tamara qaçaqlardan qaçarkən həmin gölə qızıl atıb. İndi biz biraz fasilə eləyəcəyik, uzaq yol gəldik. At da dincəlsin, mən də dincəlim. Daha sonra gölün ətrafına düşüb baxaq görək, bəlkə elə o qızılları biz tapa bildik. İndi isə bu möhtəşəm, gözəl dağların əhatəsində bir qədər fasilə eləyəcəm. O qədər gözəldir ki, həqiqətən də buranın mənzərəsi, təbiəti, havası çox unikal gözəlliyi var. Hər an bu gözəlliyi də görmək olmur. Ona görə ələ düşən fürsətdən istifadə edib bu möhtəşəm mənzərəni seyr eləyəcəm. Bura gəlmək arzusunda olanlara da dəvət eləyirəm sevərək. Katex kəndinə gəlin, maraqlanın. Meserqor yaylağına gəlmək üçün sizə köməkli göstəriləcək. İndi isə bu möhtəşəm mənzərənin fonunda dincəlim. Daha sonra isə geri qayıdacağam. Yorulmamısan? Biraz dincəlsən də, biraz sonra yenidən yola düşəcəyik. Qorxma, qorxma. Çox dəfalatdır. Baxdıqca doya bilmədiyim bir gözəllik var burada. Baxın, zirvələri qar olan dağlar da var. Buradan bir çox yaylaqlar da görsənir. Hansı ki, maksimum dəniz səviyyəsindən 2800 metr yüksəklikdə yerləşən zirvələr də var, yaylaqlardır. Buludlar dağlardan aşağıda. Çox əsrarəngiz təbiəti, gözəlliyi var buranın. Xüsusi bir aurası, müsbət enerjisi var. Əslində buralar qədimdə yaşayış məskəni olub. Çünki burada həmin yaşayış məskəninə aid qalıqlar da var. Meserqor yaylağındayım. Hal-hazırda Meserqor gölündəyik. Avar dilindən tərcümədə Qızıl göl anlamına gəlir. Və bayaq da qeyd etdiyim kimi Gürcü kraliçası Tamara qaçarkən qızıllarını bu gölə atıb. Belə bir rəvayət var. O vaxtdan bu vaxt o qızılların taleyi bilinmir. Bizim də qayğımız yoxdur ki, o göldə gəzək, axtaraq o qızılları. Amma buranın elə gözəlliyi, təbiəti, mənzərəsi qızıl qədər dəyərlidir. Every night when I go home, my wife, I try to please her. The more I try, the worse she gets. Damned if I don't leave her. Shady Grove, my little love. Shady Grove, my darling. Shady Grove, my little love. I'm going
back to Harlem. Oh, my little love, I'm bound for Shady Grove. Meşənin içindən ayının səsi gəlir. Çox maraqlıdır. Bayaqdan ayının, necə deyərlər, nəriltisini eşidirik. Baxın, baxın, baxın. Bax, səsi gəlir. Bəlkə girək meşəyə, ayının yanına gedək. Gəl, qorxma. Bir neçə saniyə əvvəl bax ayı bu ağacın üstündə idi. Qaçdı getdi. Heyf. Üzə gələcəkdik. Hara qaçdı getdi görəsən. Ay ya, maraqlı olardı. Ümid qardaşımız qayıdır, Ümid qardaşımız qayıdır. Xoş gəldin, xoş gəldin Ümid. Necə oldu yolçuluğun? Super, əla. Əla, təki yaxşı olsun. Çox ağıllı atdı, maşallah. Yolları da çox gözəl bilir. Apardı bizi Mesargor yaylağını gəzdirdi, gətirdi. Nə gözəl, nə gözəl. Velosiped də ağıllıdır, görürsən, özü tik dayanır, yıxılmır. Amma başa-baş dəyişirəm, atı verirəm sənə, velosipedi mən götürürəm. Əgər razılıq varsa. Mən də velosipedlə yoluma davam edeyim. Nə gözəl, nə gözəl. Düş. Hoppa, əla, əla. Sağ ol, Kolya. Sağ ol, sağ ol. Xoş gördük Seyfullah müəllim. Xoş görüşdük, xoş Çox görüşdük. gözəl oldu. Təşəkkürümü bildirirəm. Əla, əla. Var olun. Yolda məcaralar zad oldu, nəyisə Əla. gördün? Yox, ev yox, getsin, dayanacaq orada. Yol çox gözəl mənzərəli, təbiəti super. Çox gözəl, müsbət enerji ilə geri qayıdıram və tamaşaçılar da bütün bu gözəllikləri izlədi. Düzdür, heyvanları görə bildik, təəssüf ki, çəkə bilmədim onları. Çox sürətli, Sürətli aradan qaçırırlar, çıxdılar. Ümumilikdə çox razı qaldım bu yürüşümdən, macəramdan və buna görə də sizə dərin təşəkkür edirəm. Sağ olun, borcumuzdur, borcumuzdur. Sağ olun, var olun. Mən isə velosipedlə yoluma davam eləyim. Katex meşələrində macəra məni gözləyir. İnşallah, yaxşı yollar, yaxşı yollar. Oldu, hələlik. Sağ olun, sağ olun. Uğurlar sizə. Sağ olun. Benzin zad tökmüşəm ha, hər şey qaydasındadır. Allah. Əla, sağ ol, yaxşı Sağ ol. yol, yaxşı yol. Nə gözəl, çox xoş oldu, xoş təəssüratla ayrıldıq. Təki Balakənimizə, Kateximizə belə xeyirli qonaqlar gəlsin. Qoy bizim təbiətin gözəlliklərini hər kəsə çatdırsın, Azərbaycanımıza çatdırsın, dünyaya çatdırsın və görsünlər ki, Azərbaycanımızın şimal-qərbində belə bir gözəl diyar var. İnsanları mərd, qonaqpərvər, çörəkli. Oldu Ümid, sağ-salamat, yaxşı yollar, sağ olun. Çəkilişə görə də sizlərə təşəkkürümüzü bildiririk. Salam, bibi. Katex şəlaləsinə düz gedirəm. Bəli, bala, bax, bu yol tutub gedirsən belə, gedirsən, düz düşürsən həmən şəlaləyə. Oldu, çox sağ olun. Uğurlar.
Artıq velosipedlə bura qədər gələ bilərəm. Velosipedimi bura park edeyim. İndi isə macəram piyada davam edəcək.